Salam hörmətli izləyicilər. Son günlər Amerika və İran arasındakı gərginlik yenidən gündəmə gəlib. Bu yalnız iki ölkə arasında münasibət deyil, bütün region və hətta dünya üçün strateji risklər yaradan bir vəziyyətdir. İranın nüvə proqramı, regional təsir gücü və Amerikanın iqtisadi və hərbi strategiyaları qarşı durmanı artıran əsas amillərdir. Lakin hazırda açıq müharibə ehtimalı yüksək görünmür. Səbəb sadədir. Hərbi əməliyyat ciddi beynəlxalq və iqtisadi fəsadlar doğuracaq. Ekspertlər hesab edir ki, diplomatiya və sanksiyalar vasitəsilə qarşıdurmanın qarşısını almaq hələ də vacibdir. Amma risk tamamilə aradan qalxmayıb. İnformasiya manipulyasiyası və regional münaqişələr bu gərginliyi daha da mürəkkəbləşdirir. Bəşəriyyət üçün dərs buradadır. Güc və hərbi üstünlük heç vaxt tək yol ola bilməz. İqtisadi, diplomatik və etik balanslar qorunmalıdır ki, heç bir addım dünya üçün fəlakət yaratmasın. Gələcək açıqdır, amma diqqətlə və ağılla hərəkət etmək lazımdır. Bu mövzuda informasiya və analiza əsaslanan baxış daha vacibdir, panikaya deyil. Amerika və İran arasındakı gərginlik həm fürsət, həm də xəbərdarlıqdır. Biz bunu yaxından izləməliyik.